Bir gün oğul anasına deyir ki, "Bəs ana, sən yatanda çox səs-küylü yatırsan, yəni xorulduyursan. Mən yata bilmirəm." Ana da yaşlı adam deyir ki, "Bəs oğul, mən yəni bilərəkdən eləmərəm də yatmış oluram." Oğul belə bir qərara gəlir ki, "Anam, sən bu dəfə ki mən səsə duracam ha, onda sənin səsini yazacağam, səhər sənə göstərim." Elə olur ki, axşam olur, oğul yenə də səsə durur, anasının səsini yazır ki, səhər anasına göstərsin. Səhər açılır, oğul gözləyir ki, ana dursun. Ana durmur yuxudan. Ömrünü tamamlayır. Həmən səs ki, oğlu qoymurdu ya yatmağa. Ömür boyu yuxu dərmanına çevrilir o səs. Hansı səs ki onu narahat eləyirdi, indi o səsin həsrətini çəkir. Ömür boyu peşmançılıqla yeganə anasından qalan o səsi xatirə kimi hər gecə yatanda dinləyir, yatır. Onu demək istəyirəm ki, yeganə təmənnasız sevən anamızdır. Yeganə qarşılıqsız, heç nə güdmədən sevən anamızdır. Məncə bütün yaxşı anaların əllərindən öpmək lazımdır. Öpürəm anam səni.